Baxın belə bizim gəzməyimizin sonu belə olur. Gəlmişik və bütün paltarları, hər bir şey tökdük bura koridora. Bəzi şeyləri hələ mən yığışdırdım. Bayaq bura vəbşi dəlixana olmuşdu. İndi isə biraz belə səliqəli bir damcı görsənir, amma yenə də veşlər qalıb. İndi bunları da hamısını yerbəyer eləyəcəm. Gəzməyi çox sevirik, amma bu görüntü heç də sevilməz bir şeydir, amma məcbur yığışdırmaq lazımdır. Belə yığışdırım, bunları səliqəli silim içini, növbəti gəzməkdə bunlar hazır olsun. Lerikdən nə gətirmişik? Göstərim sizə. Murad mənə belə bir gül aldı. Oxşayıb da atasına hara gedir, ağac alırsa mütləq yanında mənim üçün gül də alırlar. Atalı balalı. Bu dəfə Elnur demədi, Murad dedi ki, mamaya bir dənə gül seçək. Ağ rəngdə idi, üstündə ağ güllər var idi. İndi bəlkə havasını dəyişdilər, ya da ki, bəlkə vaxtı bitib də tökülüblər. Amma içində yenə çıxılacaqlar. İçi doludur. Belə. Bilmirəm bunun adı nədir. Bir də burada limon var. Üstündə 3 dənə deyəsə. Yox, 4-5 dənə. 5 dənə limon var. Dedilər ki, bu nazik qabıqlı limondur. İnşallah da elə olacaq. Bir də 2 dənə kivi ağacı aldım. Kivi ağacını əkib torpağa. Bu hələ ki burada durur. Bu isə bizim mandarinimizdir. Bunu da Elnur əkmir torpağa, deyir ki, balacadır ağac, qoy biraz böyüsün və ondan sonra əkərik. Hava soyuq olanda, külək qalxanda daşıyır bunları içəri, hava yaxşı olanda çıxardır təzdən çölə. Belə. Bizim təzə ağaclarımız. 3-cü mikrorayonda ev işik storda görünür, qəşəng salfetka qabı tapmışam. 1 manat 50 qəpiyə. Sadəcə bilmirəm, bu 2 dənəli olan yer nə üçündür? Diş çubuqlar üçün, ya nəyə görə? Bilirsinizsə yazın. Götürmək istəyirəm. Əsas odur ki, o selfakın salfetkaları bura yerləşsin. Birdən işim çıxdı, şəhərə gedəsi oldum və geri qayıdanda ev eşik stora girmişəm. Çox sevirəm bu mağazini. Burada ev üçün hər bir şey nə istəsəniz var. Bu tərəflərə gələndə mütləq nəsə alıram ev üçün. Qiymətləri çox münasibdir, keyfiyyəti də əladır. Bunların qiyməti 1 manat idi. Yəqin ki, bu sous qabıdır. Hətta limonu da doğrayıb ora qoymaq olar. Çox qəşəng görsənirdi. Qiymət 1 manatadır. Bunlar isə krem qabıdır. Misal üçün səyahətə gedirsiniz, böyük qab götürmək istəmirsiniz. Bunun içinə biraz işlətdiyiniz qədər içinə qoyursunuz və özünüzlə apara bilərsiniz. Tarelka dəyişmək istədim. Qiyməti 1 manata idi, amma bu risunkalardan elə də xoşuma gəlmədi. Buna görə almadım. Bu pis deyildi əslində, amma gərək ona oxşar nəsə evdə olsun da. Bunun qiyməti isə 60 qəpiyə idi, plasması idi. Bilmirəm bunu necə işlətmək olar, içinə nə qoymaq olar, bilmədim. Amma plasmas belə yaxşı keyfiyyətli plasması idi. Burada isə yemək qoymaq üçün konteynerləri gördüm. 5 manat 50 qəpiyə idi. Əsl uşaqlar üçün, misal üçün məktəbə nəsə yemək zad qoymağa, mən beynimə ancaq belə şeylər gəlir də. Bu isə 4 manat 50 qəpiyə idi. 3 gözlü idi, keyfiyyətli bir şeydir. Ədviyyat qabı üstündə qaşıqla birlikdə qiyməti 1 manatadır. Əsas odur ki, şüşədir. Məndə belə xırda bankalar çoxdur, ona görə almadım. Belə bir duz qabı gördüm. Çox maraqlıdır. Burada yazılıb ki, tək duz üçün yox, başqa şeylər üçün istifadə eləmək olar. Amma təsəvvür eləyə bilmirəm. Misal üçün çayı ya da ki, şəkəri bura necə tökərsən. Yəni, bu ancaq duz ya istiot üçün. Yenə də ədviyyat qabı kimi işlətmək olar bunu. Qiyməti 1 manata idi. Burada çox keyfiyyətli qablar satılır. Qeyri-adi bir qablardır, qiyməti də çox münasibdir. Hələ bir buna baxın, duz qabı. Necə də qəşəng görsənir, elə bir mini kruşkadır, amma duz qabıdır. Bunun da qiyməti cəmi 1 manata idi. Bura isə hansısa bir sous əlavə eləmək olar, belə tökəsən rahat. Çox qəşəng, keyfiyyətli şüşə qabından hazırlanılıb, qiyməti 1 manata idi. Cürbəcür razmerdə olan çayniklar da var idi burada. Bu dəqiqə ən məşhur olan çaynik da var idi, qiyməti 12 manata. Hətta altılıq da var idi, birlikdə satılırdı. Ora şam qoymaq üçün dəm həmişə isti olsun deyə qiyməti 12 manata. Belə boz rəngdə də var idi, bir də sarı, məncə qızılı daha qəşəng baqat görsənir.
Hələ bunun burnuna baxın necə də uzundur. 5 manat 80 qəpiyə sadə belə çayniklar da var. Mən çayniki biraz dəyişmək istəyirəm, balaca götürmək istəyirəm ki, məndən başqa evdə çay içən yoxdur. Yəni çox dəmləməyim, az eləyim. Özümə uyğun çaynik tapmışam. Qiymət yox idi üzərində. Sonra soruşdum, dedilər ki, bunun qiyməti 7 manatdır. Mənə elə gəlir ki, bu çox baha satılır və ona görə o çayniki almadım. Yenə də axtaracağam. Ayaqqabı alanda və hər dəfə əziyyət çəkirsinizsə, görün burada nələr tapmışam. Bu ayağa belə yapışdırırsan və ondan sonra ayaqda yaralar əmələ gəlmir. Silikon materialındadır, yumuşaqdır. Məncə ayağa yapışdırsaz heç də hiss eləməyəcəksiniz. Yəni ayaqqabı geyinəndə mane eləməyəcək. Bu isə krasovka üçün dezodorantdır. Misal üçün əgər sizin krasovkalarınız iylənirsə, belə bir dezodorant alırsınız, krasovkanın içinə qoyursunuz və orada tər isi gəlmir. Ancaq belə qəşəng qoxu iyi gələr. Bunları da ayaqqabının arxasına yapışdırırsan ki, mazol çıxmasın. Bir də bunları çoxdan da axtarırdım ki, çünki Muradda ayağının altı düzdür və travmatoloq ona ayaq içliyi üçün, daha doğrusu ayaqqabı içliyi üçün bizə tapşırdı. Biz almışıq, amma hər dəfə Murad onunla gəzəndə əziyyət çəkir. Çünki çox bərkdir, daş kimidir də. Biz ona krasovka, ayaqqabı alanda mütləq o içliyi ilə gedirik və ona uyğun ayaqqabı alırıq. Və hər dəfə görürəm uşaq necə əziyyət çəkir. Burada ona oxşar bir tipli içliyi var. Düzdür, biraz yumuşaqdır. O birisinə baxanda bu biraz yumuşaqdır. Dəyişiklik eləmək istəyirəm. Biraz bundan gəlsin, biraz onunla gəlsin ki, uşağın ayağı o qədər də ağrımasın. Bir də burada belə bir içlik gördüm. Çox qəşəng yumuşaqdır, ortopedikdir. Mən belə içliyi birinci dəfə görürəm. Adətən düppədüz içliyi satırlar. Amma burada belə ortopedik ayaqqabı kimi satırdılar. İkisini götürdüm. Birini Murada, birini isə Ceyrana götürəcəm. Çünki Leylidə ortopedik ayaqqabıdır. Un ələyənə bir baxın, necə maraqlı bir versiya çıxdı. Belə vurursan əllə bir tərəfdə, içində də o belə fırlanır və un aşağıdan belə çıxır. Buna oxşar məndə var idi, amma tez xarab olmuşdu. Bilmirəm, yəqin ki, brak çıxdı məndə. Nəsə bir sözlə bəyənmədim. Dedim, ondansa həmişəki kimi dədə-baba qaydası, o ələk var məndə, onunla eləyirəm. Bir də bu, deyəsə kimsə mənə məsləhət görmüşdü, yoxsa hardasa eşitmişdim. Belə bir şey var, bu balaca paketlərdir. İçinə dəm tökürsən və misal üçün çox dəmləmək istəmirsənsə, içinə bir damcı bir nəfərlik üçün dəm tökürsən və çaşkanın içinə atırsan, yəni dəm belə yayılmasın da, stəkanda çay içəndə adama xoş olsun. Onun içinə belə atırsan və çayı qəşəng içirsən. Misal üçün bir dəfəlik çay alanda həmişə bilirik ki, ora hansı çay əlavə eləyirlər də, belə zircibil əllərinə nə gəldi onu atırlar. Amma bu təbii özümüz hazırlayacağıq çayı və bilirsiniz də nə içəcəyik. Çox maraqlı kosmetiçkalar var idi, üzərində qiymətləri yox idi. Yalnız bunda var idi, bunun qiyməti 7 manatadır. Misal üçün harasa gedirsiniz, çoxlu özünlə aparmaq istəmirsiniz, ya da ki sumkanın içinə belə atmaq istəmirsinizsə, səliqəli bunun içinə qoyub aparmaq olar. Bu asılqanın qiyməti 2 manata idi. Burada bir neçə dənə şal var, ya da ki şarf asmaq olar. Çox qəşəng, səliqəli görsənər. Materialı da çox qəşəngdir. Yəni üst-üstə ağır şalvarı assaz heç vaxt əyilməyəcək. Bu asılqanın qiyməti isə 3 manat 50 qəpiyə idi. Burada eyni ya şarflar, ya da ki misal üçün şalvarlar asmaq olar. 4 manata vilurdan olan belə asılqanlar var idi. Misal üçün hansısa bir kofta asırsınız, hər dəfə sürüşür, düşür. Bunun üstünə assaz heç vaxt sürüşməyəcək. Mənim mətbəx dəsmallarımda belə krючoklar yoxdur. Hər dəfə uşaqlar ora dəsmal asanda həmişə yerə düşür və burada görün nə tapmışam. Çox qəşəng asılqan üçün belə krючoklardır. Onları mütləq aldım və evdə asanda sizə göstərəcəm. Və mənim piknik səbətim burada 11 manata idi. Biz o müddətdə deyəsə endirimdə 6 manata almışdıq. Bu limonlu dəsti görəndə gözüm qaldı. Almaq istədim, amma çox baha çıxmışdı. Ona görə ala bilmədim. Çox qəşəng qeyri-adi görsənir. Belə bir dəstim mətbəxdə olsa, o qədər sevinərəm ki, süfrəmi yalnız onlarla bəzəyərəm.
Mən çıxdım, nələr aldım evdə göstərəcəm. Молодец, Боцман, молодец. Nələr aldım sizə göstərmədim, çünki hər bir şeyi sizə mağazində olanda göstərmişdim. Nəyi alıramsa sizə orada dedim və ikinci dəfə eyni şeylər göstərməyə məncə heç bir mənası yoxdur, maraqsız olacaq. Bu gün hava o qədər isti olmuşdu ki, evə gələn kimi bu itə baxdım, elə yazığım gəldi ki, istidən pişirdi, dili çöldə qalmışdı. Dedim, bunu mütləq bugün çimizdirməliyəm. İt o qədər ağıllı itdi ki, nə deyirsən hər bir şeyi eləyir. Uşaq olan vaxtı yadımdadır ki, bizdə evdə it var idi, biz it saxlayırdıq, ovçarka it idi özdən. Yekə bir it idi, yəni balaca deyildi və biz onu həftədə bir dəfə çimizdirirdik, necə əziyyət çəkirdik, 5 nəfər hamama girirdi və hamımız birlikdə o iti çimizdirirdik. Çünki bu it bir yerdə durmurdu. Suyu üstündən çırpmaq çalışırdı və bizi hamımızı isladırdı. İtlər heç sevmir ki, onu üstünə su tökəsən, nə badə üzünə su vurasan, vəbşə elə bil ki, dəli olurlar. Mən də ki, onu bilirəm, çünki uşaqlıqdan it evdə saxlamışdıq deyə itlər nəyi xoşlayır, nəyi xoşlamır, onu hər bir şeyini bilirəm və burada uşaqlar mənə kömək elədilər Botsmanı çimizdirməyə. Dedim, nə badə onun üzünə su vurarsınız, çünki əsəbləşər. Bizim Botsman biraz qoca itdir, hardasa 10 yaşa yaxın yaşı var onun və çox ağıllı itdir. Nə deyirsən, hər bir şeyini eləyir. Hətta burada da görürsüz, çimizdirirəm onu. Başqa bir it olsaydı özünü çırpardı ki, əlimdən qaçsın. Amma buna deyirəm ki, misal üçün sakit dur, danışa-danışa onu çimizdirirdim və o rahatça öz yerində dururdu. Axırda da Botsmana dedim ki, sənin üzvü yuyacağam, gözünü təmizləyəcəm, tərtəmiz olacaqsan, bircə saniyə gözlə ki, sənin üzvü qəşən təmizləyim. O da sakitcə durdu, elə bil ki, başa düşdü. Əlbəttə ki, başa düşdü itlər, çünki insan dilini başa düşürlər. Может, пойдем отсюда, Боцман? Там вся стена уже все. Ну, неудобно мне здесь. Давай выйди отсюда, Боцман. Еще водой сделаем. Не надо. Стой. Жди я тебя. Bir-iki dəfə Botsmana dedim ki, nə badə özlü çırpasan, məni bütün istadasan, əsəbləşəcəm, bugün sənə yemək verməyəcəm və gördüyünüz kimi bircə dəfə olsun, Botsman özünü çırpmadı. Heyvanlardan ən çox sevdiyim itdir. İmkan olsa iti evdə saxlayaram, sadəcə yoldaşım xoşlamır, icazə vermir, deyir bu evdə ya it yaşayacaq, ya da ki mən. Deyir ki, itlərdən iyi gəlir, mən isə hər gün onları çimizdirərdim ərinmədən. Özdəki, mən lap yekə itləri xoşlayıram, ovçarka kimi bir it sevirəm. Çünki evdə saxlayırsansa, gərək yekə bir it saxlayasın da, o xırda itlər olur, onları heç sevmirəm. Еще принеси воды. На голову он не любит, что ли? Любит, да. Когда ему голову наливаешь. Зачем они? Не знаю, не любят они. Наливать? Нет, да не, я так потихоньку. İti mamamgildən götürməmişdim qabaq. Bütün birə basmışdı onu. Çünki orada dəniz qumudur deyə torpağın altından birə çıxır da. O da xoşlayırdı qazmağa. Hər yeri və onun içində otururdu. Nəysə bir sözlə pis günə düşmüşdü bu it. Orada onu qəşən təmizlədim qardaşımla birlikdə. Botsmanın tükünü qırxdıq, təmiz lüt eləmişdik. Onu bəlkə də yadınızdadır. Sonra yenə də üzərinə dərman zad elədik. İndi bizim Botsman oldu tərtəmiz. Orada da həmişə nəzarət eləyirəm. Aşağı düşəndə həyətə hər axşam onu sığallayanda yoxlayıram. Baxıram ki, üzərində bir dənə bit birə olmasın. Görün nə qəşən parıldadı. Botsmanımız oldu tərtəmiz. Uşaqlar da mənim kimi heyvanları çox sevirlər. Hər gün aşağı düşəndə Botsmanla oturub söhbət eləyirəm. İndi də fikir verirəm ki, mənim uşaqlarım da elədi. Aşağı düşəndə həmişə Botsmanı danışdırırlar. Orada isə səhər duran kimi özü yemək yeməz. Ən birinci gedər Botsmana yeməyi hazırlayar, onu yedizdirər və ondan sonra özünə gedər rahat zavtraq hazırlayar. Явно это. Botsmanı çimizdirdim, sonra uşaqlarla birlikdə aqarodu səliqəyə saldıq, biraz suladıq güllərimizi, ağaclarımızı, evə qalxdıq. Əlbəttə ki, mütləq və mütləq yaxalandıq, çünki dəhşət çox isti idi və ondan sonra Ceyran
dedi ki, lavaşın arasında mənim üçün nəsə hazırlaya bilərsən. Mənim də yadıma düşdü ki, məndə buzluqda hazır belə lavaş arası var idi. Onları çıxartdım, buzu açıldı və belə tez bazar qızartdım hər iki tərəfdən. Çayda ən gözəl gələn altıdır bu. Misal üçün iştah yoxdur, nəsə ağır yemək, isti yemək yeyəsən. Belə bir lavaş arası düzəldirəm, qoyuram soyuducuya. Lazım olanda uşaqlar götürürlər, yağın üzərində belə qəşəng isidirlər və ilıq formasında yeyirlər. Arada elə olur ki, günorta biz heç yemək yemirik, çünki çox isti olur deyə adamın belə iştahı olmur, ancaq su içirik. Ya da ki, qarpız, yemiş, belə bir şeyləri doğrayıram, qoyuram stolun üstünə. Uşaqlar istəyəndə gəlib ancaq onu yeyirlər. Günorta heç kim yemək bizdə yemir. Saat 5-dən sonra başlayıram yavaş-yavaş axşam yeməyi hazırlamağa və axşam sərin olur deyə artıq hiss edirəm ki, hamı acır, hamı mətbəxə gedir, özünə yemək axtarır. Əslində bir tərəfdən yaxşıdır, gündə bircə dəfə yemək hazırlayıram və o yemək həmişə növbəti günə də qalır. Elə olur ki, vəbşi bir gün ərzində heç bir şey hazırlamıram. Çünki dünənki yeməyi axıra kimi yeyirik. Gərək gələn dəfə yenə gedim çoxlu lavaş alım, yenə belə cürbəcür içliyi hazırlayım, qoyum buzluğa hazır olsun. Uşaqlar istəyəndə çıxardım, belə qızardım və qabaqlarına qoyum, belə yesinlər. Çayı bu limondan içəcəm. Yadınızdadır, bunu biz Lerikdən almışdıq. Heç bəyənmədik. Görün necə də qalın qabıqlıdır bu. İyisi var, amma dadı heç yoxdur. Baxın, çayın içinə əlavə eləyirsən və dadını heç hiss eləmirsən. Çayı bu dadlı vafli ilə içəcəm. Araz marketdən almışdım. Qiyməti isə 50 qəpik. Endirimdədir bu dəqiqə. Artıq sizinlə sağollaşacağam. Ümid edirəm ki, sonuna kimi izlədiniz. Video biraz belə qısa alındı. Telefonumda başqa material yoxdur, amma bugün sizinlə video ilə paylaşmaq istədim. Hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda inşallah ki, yenidən görüşərik. Hələlik.